Təmiz, gözəl bir qüssə, adamı düzəldən bir qəm, əziyyət mənim. Əlbəttə bu məclisdə yəqin adamlar tapılar ki, mənim bu sözümdən xoşu gəlməsin. Niyə? Onlar deyərlər ki, bu nə sözdür sən danışırsan? Biz məgər İmam Hüseyin ağaya mənfəət gözü ilə baxırıq? Burada o layiqli adamlardan var ki, dua edirlər, ya leytana kunna mə'ək, kəş səninlə olardıq ya Abdullah. Sənin yanında şəhid olardı. Kəş o qul var idi, sənin başına dolanırdı. Biri vardı Kərbəlada. Görürlər, ağa hara gedir, düşür dalıycan. Qaçır dalıycan. Baxırdı, Nizə hayandan gəlir, özünü o tərəfə atırdı ki, İmam Hüseynə dəyməsin. Bəlkə bu məclisdə də belə insanlar var ki, biz mənfəət üçün gəlməmişik, Hüseyndən istifadə eləyək, təmizlənək. Biz razıyıq ki, onun yanında olaq kaş, o oxlar bizim ürəyimizə batsın. Amma İmam Hüseynə bir şey olmasın. Amma məsələ bundadır ki, bu ağlamaq bizi təmizləyir, bizi insanlıq yoluna hidayət edir. Bu ağlamaq vasitəsilə biz bütün şəxsi kinlərdən, şəxsi mənəmsilikdən azad oluruq. O göz ki, İmam Hüseynə ağlayır, onun hidayəti mümkündür. O insanın hidayəti mümkündür. İnsanlıq dərsi verir bu ağlamaq bizə. Biz ki eşidirik İmam Hüseyin ağa Qasimi meydana yola saldı, arxasıyla ağladı. İnsan var onun ürəyində şövq yaranır ki, kəş bir gün İmam Zaman ağa da məni döyüşə yola salsın, arxamca ağlasın. Təmizlənmə düşünmür. Deyir, kəş mənə də qismət olsun, Qasim kimi meydana gedim, ağa gəlsin mənim başımın üstünə göz yaşı töksün. Çünki bunlar belə olublar. Təkcə qonumları deyərsən Qasim qardaşı oğludu, ona görə yox. Həbibi ibn Məzahirin başının üstünə gəldi, dedi, xoş sənin halı var. Ondan sonra dedi, sən görürsən ha, ona görə bu müsibət asandı mənə. Yoxsa dözə bilməzdim Həbibi ibn Məzahirin şəhid olmasını. Onlar öz əshabına belə mehribandır. Və bu məclisdə iştirak edən möminlər belə bir arzu ilə yaşayır ki, kəş biz də bir gün Əhl-i Beytin yolunda doğranaq, öldürülək İmam Zaman dövründə. Ağa bizim başımızın üstünə gəlsin. Malik şəhid olanda əleyhissalam çıxdı minbərə, dedi, benim sındı mənim bugün. Dedi, bütün ağlayanlar Malikə ağlasın. Mərsiyə oxuyanlar Malikə mərsiyə olsun. Amma mən deyirəm, ya əmirəl möminin, gələrdim Kərbəlaya, görərdim neçə dənə Maliki atdan yerə salıb tikə-tikə doğradılar. Bu müsibət insanı islah eləyir. Bu müsibət elə bir təsir qoyur ki, necə ki qədimdə deyirlər, iksir var, dəmirə vurursan qızıla çevirir. Bu göz yaşı hastı qəlbi təmizləyir, ən ali dərəcələrə çatdırır. Amma biz İmam Hüseyni bunun üçün istəməyək ki, o bizi təmizləyir. Biz İmam Hüseyin ağanı elə onun özü üçün istəyək. Elə onun özü üçün istəyək İmam Hüseyin ağanı. Mən eşitmişəm, adamlar var, deyir, Aşura gecəsiydi. Bu hadisəni o qədər yaxın bildim özümə. Aşura gecəsiydi indiki zamanın adamlarından. Deyir, oturdum, birdən bilmədim, ixtiyarsız əlimi duaya qaldırdım. İlahi, nə olar sabah İmam Hüseyni öldürməsinlər. Axı bu baş verən işdir, bu 1400 il bundan qabaq baş verib. Bu hadisə o qədər təzədir insan üçün. O qədər təzədir, bu tarixi bir hadisədir, kimsə kimisə öldürür. O qədər mən özümü orada hiss eləyirəm, o meydanda hiss eləyirəm ki, duam belə olur ki, kəş sabah İmam Hüseyni öldürməsinlər. Bu haləti insan özündə əldə eləyə bilər. Xoş sizin halınızda ki, bu ildə Hüseyin sırağı ətrafında toplaşdınız. Bu 10 gecə və elə bu bir gecə, 2 gecə, bu bir gün bunu yadda saxlayın. Qiyamətdə Allah bizə qismət eləsə, inşallah qarşılaşsaq, oradan bu sözümün üstündə dayanacağım. Qiyamət günündə də bu bəlli olacaq. Ömrünüzün ən qiymətli anlarını indi yaşayırsınız. Ömrünüzün ən dəyərli anlarıdır ki, heç nə ilə bunu dəyişməyin. Nəyi də əldən versiniz, İmam Hüseyin məhəbbəti qoymayın ürəyinizdən çıxsın. Haramlarla, günahlarla bu məhəbbət bizi tərk edib getməsin. Çünki insanı tərk edən sonuncu fəzilət İmam Hüseynin məhəbbətidir. İmam Hüseyin məhəbbəti ürəkdən çıxdısa, day ürəyə nicat yoxdur.
Çünki İmam Hüseyn məhəbbətinin içində bütün haqqın məhəbbəti var, Peyğəmbərin məhəbbəti var, Əhl-i Beytin məhəbbəti var və keçən illərdə mən demişəm, bu İmam Hüseynin Peyğəmbərdən üstünlüyü deyil, İmam Hüseyn vasitəsilə Peyğəmbər bizim əlimizdən tutur həqiqətdə. Bu Peyğəmbərin bizi hidayət eləməsidir və kim istəyir dünyada izzətə çatsın, ahirətdə saadətə, o İmam Hüseyn əleyhissalamdan yapışsın. Bu mənim yox, Peyğəmbərin sözüdür. İnşallah dünyada da izzət verəcək bu məhəbbət bizə, ahirətdə də. İnşallah ölən anda biz biləcəyik ki, bu nə gözəl dəyər imiş. Biz ahirət aləminə qədəm qoyanda İmam Hüseynin kimliyini başa düşəcəyik. Rəsul millət də Azərbaycanlı idi, xəstə qəlbli bir adam idi. Özü Təbrizli idi, amma günahkar adam idi. O qədər günahkar idi ki, hamı ondan qaçırdı. Quldur bir adam idi, yol kəsən bir adam idi. İmam Hüseyn əzadarları məsxəriyə qoyurdu. Cəmaat məclisə gedəndə deyirdi, sizin üzr istəyirəm sizdən, çox üzr istəyirəm, çox üzr istəyirəm, deyirdi, siz ağlınızı itirmişsiniz. Nə qədər ki, bu məclislərə getmək olar. İmam Hüseyn əzadarlarının yolunda bir maniyə idi. Bir gün dostları dedi, əlindən tutdu, dedi, bir dəfə sən də gedək bu məclisdə iştirak edə. Gəldi, oturdu məclisdə, vaizlə minbərdən danışır. Rəsulu görən kim dedi, utanmırsan gəlib burada oturmuşsan. Sən Hüseyn məclisində sənin nə işin var? Danladı, o da nəsə heç nə demədi. Ədəb saxladı. İmam Hüseyn məclisində bircə dəfə ömründə hörmət elədi. Durdu, başını saldı, getdi. Evində oturub, səhəri bu vaiz gəldi, bunun qapısını döydü, dedi, Rəsul üzr istəyirəm, səhv eləmişəm. Yuxu gördüm, mənə yuxuda başa saldılar ki, mən Hüseynin qonağını qovmuşam, çox ciddi səhv eləmişəm. Bağışla məni. Amma bir yuxu da görmüşəm, cürət eləmirəm danışmağa, dedi, yox, danış. Bir yuxuda gördüm ki, Kərbəlada yox, İmam Hüseyn çadırlarıdır, mən çox üzr istəyirəm məclisdən. Bu mötəbər kəramətlərdən biridir. Hər kəraməti mən bu minbərdən danışmaram. Çox mötəbər sənədlərlə təsdiq olunmuş kəramət hadisəsidir. Gördüm ki, sən it surətində, sən üzr istəyirəm, bu çadırların qabağında İmam Hüseyn zəvvarlarına mane olursan. Bunu deyəndə diz üstə düşdü yerə. Dedi, görəsən, qapısında it olmağa layiq bilib məni İmam Hüseyn. Burada bu anda mərifət gəldi. Bu anda bu mərifətə çatdı. Deyir, o dəyişən dəyişdi. Dedi, bundan sonra mən də qoşuldum İmam Hüseynin əzadarlarına. Gəlirdi İmam Hüseyn məclislərinə, deyirdi, ana ya Zəhra məclisin hayanındasan. Deyirdilər, bu nə sözdür deyirsən? Deyirdi, məni məclislərə xanım Fatimə Zəhra dəvət edir. Ünvanı o göstərir, onun dəvəti ilə gəlirəm. Qəribə halları var idi. Məclisdə hal tapanda hamı gəlirdi ki, Rəsul bizi dua elə, əlini duaya qaldıranda duası dərhal qəbul olurdu. Deyir, san verirdi bu, gəldi bunun başının üstünə. Gördüyü çox ağır vəziyyətdədir, çətin vəziyyətdədir, canı bədənindən çıxmır, çox kədərli vəziyyətdədir. Deyir, soruşduq, necəsən? Dedi, heç Əzrail gəlir canımı almağa, mən də ağamı gözləyirəm. Demişəm, ağam gəlməsə can vermərəm. Deyir, hamımız baxırıq, bu yaralar içində, yəni bu dəftər içində qovrulan adam birdən üzündə təbəssüm yarandı. Durdu, oturdu, son gücün topladı, oturdu, baxdı, dedi, ağam gəldi, ağam gəldi. Bu sözü dedi, ruhu bədənindən çıxdı. Dostu deyir ki, onun dəfninin günü idi, gecəsi idi, onu dəfn edib gəlmişdi. Mən yatdım, qəribə yuxu gördüm. Gördüm, Rəsulun dəfnində, onun cənazəsini qəbrə aparırıq. Bir qadın da gəlib cəmaatın yanında gedir. Gəldim, dedim, xanım, bu kişilər dəfnə gedir, siz çəkilin bir kənara. Sizin burada nə işiniz var? Dedi, bilirsən mən kiməm? Dedim, bilmirəm. Dedim, mən Zeynəbəm. O mənim qardaşımın əzadarıdır. Qardaşım məndən xahiş edib, gəlmişəm onun təşhir cənazəsinə. Biz də bu ümidlə bu qapını döymüşük ki, inşallah axır saatlarımızda
İmam Hüseyin gəlsin başımızın üstünə. Qəbrimizin əvvəl gecəsi birdən bizim dilimiz tutula, soruşanda mən Rəbbuk, Rəbbün kimdir cavab verə bilməyək. Ümidimiz var İmam Hüseyin ağa gələ başımızın üstünə, qəbrin əvvəl gecəsində Əzrailə deyə Allahdır bunun Rəbbi. Mən şəhadət verirəm ki, Allahdır bunun Rəbbi. Bu məclislər çox şərafətli məclisdir. Xanım Fatimə Zəhra bu məclisin sahibidir və biz gəlmişik Həzrət-i Zəhraya başsağlığı verək. Xanım Zeynəb deyir, neçə dəfə Kərbəlada anam Zəhranı gördüm mən. Gördüm, yana-yana balavay deyir, oğulvay deyir, ağlayır. Bugün gəlmişik səsimizi xanım Zəhranın səsinə qoşaq. Ay Şam-ı qəribana gələnlər, kəş bu gecə olaydınız Kərbəlada, xanım Zeynəbə kömək eləyəydiniz. O atasız uşaqları dilə tutaydınız. Xanım Zeynəb bir-bir o uşaqları aram eləyir, onların könlünü alır. Uşaqları at qabağında qaçırdırlar. Bir nəfər deyir, mən gördüm Hüseynin qızının ətəyi od tutub yanır. Gəldim ona tərəf, gördüm qız məni görəndə əlin apardı, qoydu başına. Elə Şam-ı qəriban rozəsidir bu, bu vaxtlar olardı. Bir əlini qoydu başına, elə bildi onu vurmağa gəlmişəm. Dedi, ya şeyx, vallah yorulmuşam. Dedim, qızım qorxma, vurmayacam, gəlmişəm oduvu söndürəm. Ətəyinin odun söndürdüm, mənə baxdı. Dedim, qızım nə sözüm var, xahişim varsa denəm mənə. Baxdı, dedim, mən susuzam, yanıram. Getdim, su gətirdim. Suyu verdim ona, gördüm içmədi, gedir çadırlara, xeymələrə tərəf. Dedim, qızım hara gedirsən? Deyir, balaca bacım var, susuzdu, ona su aparıram. Dedim, qızım su qadağan olmayıb, hamı su içəcək, iç sudan. Gördüm bu sözü deyəndə gedir qətligaha tərəf. Gördüm yaxınlaşdı atası Hüseynin cənazəsinə tərəf. Dedi, ata ya Hüseyin, sənə su gətirmişəm. Həmin bu qız idi, Rüqəyyə idi, yatdı qaldı, karvan getdi Kərbəladan. Zeynəb nə qədər elədi, dayanmadılar. Kərvan biraz hərəkət elədi, bu yuxudan oyandı, sağa sola neçə yol, əmmə səslədi, qaçdı. Bibisi Zeynəbi çağırdı, gördü cavab olmadı. Üzün dolandırdı, karvanın yoluna Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Sonra dedi, bibi məni niyə çöldə qoydun, getdin? Qalıb tək tənha ağlayır. Deyirlər, day xanım Fatimə Zəhra cənnətdə qalanmədi. Gəlib bu xırda qızın başını diz üstünə aldı. Saçını üzündən çəkdi, üzü görsəndi. Dedi, gözəl bala, de görüm kim üzvə vurub, kim üzvü göyərdi. Qorxma, bu çöldə səni tək qoymaram. Zəhra danışır, Rüqəyyə qulaq asır. Allah bu qorxulu çöldə bu xanım kimdi, gəldi məni aldı qucağına. Tanımıram, vəli bu çağırır məni öz adımdan, Rüqəyyə ağlama. Gözəldir gözləri, eynən bibimə bənzəri vardı. Bəlkə huridir, mələkdir, amma yox, əgər bu huru mələkdir, niyə qara geyinir? Qərib atamın adın əzbər eyləyibdi dilində. Elə hey başıma sığal çəkir, deyir, məzlum Hüseynim var. Deyir, dedi, xanım, çox sağ ol. Rüqəyyə dedi, xanım, çox sağ ol, məni bu çöldə tək qoymadın. Sənə gərək hədiyyə verəm, amma heç nəyim yoxdur. Bizi soyublar, qarət eləyiblər. Dedi, xanım, biz Peyğəmbər ailəsi. Amma səndən sualım var. Onlar sual verən, dedi, buyur. Dedi, xanım, mən ağlıram, atamın başını vurublar cidaya. Xanım, vəli səndən sualım budur, sənin ölübdür kimin? Sən niyə belə yana-yana ağlayırsan?
Burada Fatimə dilə gəldi. Cavab verdi mənə, Fatimə deyərlər əzizim. Balam Hüseynə ciyər güşəsən, nənən Zəhrayam, nənən Fatimiyəm mən, ay bala. Gördüm əvvəl bibindən gileyləndin, bibindən etmə gilayə, qızım bibindən nə çarə. Onda üzün dolandırdı Şamın yoluna, bibi gedən yollar var, ürəyi yaralı balon qurban. Bibi gəldim ki, olam qafilə-i qəm sorağında. Açdım gözümü bu gecənin qəmli sağında. Gördüm özümü bir xanım övrət qucağında. Zülfü ağ idi, məzəri qara üzü nili. Dəymişdi bu biçarəyə də mən kimisili. Pəhlusinə qoymuşdu əlin əşki nələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi. Odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşamadı ilan tanıdım Suzi dilindən. Bildim ki, nənəm Fatimədir, öpdüm əlindən. Bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir bikəs nənəm gəldi mənim dadıma yetdi. Zəcrin səsini aldı, o da bilməm hara getdi. Xanım Zeynəbi kəzavədən indirirdilər. Kərbəlada xanım Zeynəb kəzavədən yerə inir. Deyib, baxırdım, gördüm bir tərəfdə Əli Əkbər, bir tərəfdə Qasim. Əvvəlfəz əyilib dizini qoyub yerə ki, ayağını dizinə qoysun. Sen də əlini uzadıb ki, Zeynəb əlimi ver, düş yerə. Deyim, mən təəssüb elədim, bu kimdir bunun belə cəlalı var? Cavab verdilər, bu Əli qızı, Zəhra qızı Zeynəbdir. Amma gün keçdi, deyir, Məhərrəmin 11-i gəldi. Deyir, indi baxıram həmin o xanıma, görürəm tək gəzir, bir nəfər yoxdur baş sağlığı verər. Qadınları bir-bir mindirdi kəzavələrə, özü qalıb yerdə. Yadına kəzavədən düşməyi düşdü, baxdı, əvvəl getdi əlqəmin kənarına, dedi, əvvəlfəz, bax, qollarımı bağlayıblar. Ondan dillər gəldi İmam Hüseynin cənazəsinə tərəf. Gəldi, deyir, üzünü qoydu kəsib boğazına. Ağlaya-ağlaya dedim, sen and olsun Allah'a, öz ixtiyarımla olsa səni qoyub getmərəm, qalaram sənin yanında ömrümün sonuna qədər. Amma neyniyim, ixtiyar özümdədir. Deyir, elə bu vaxt qamçı çıxartdılar, üzr istəyirəm İmam Zaman ağadan, xanım Zeynəbin qollarına vuranda, Rüqəyyə qaçdı atasının cənazəsinə tərəf, ata qalx gör, bibim Zeynəbi qamçı ilə döyürlər. Gəlin kösür Abdullah ibn Cəfərin evinə, Həzrəti Zeynəb. Əleyhissalama dedilər ki, Zeynəb evdən çıxmır. Qapının yanında dayanıb ağlayır. Əleyhissalam gəldi, qızım gəlin ki, sən gün niyə ağlayırsan? Bunu deyəndə gördü ki, Zeynəb üzün qoydu yarısı yanmış qapıya. Ana vaydı da ağladı. Əlini də ağlatdı. Gəlin kösən gecə şərt qoydu Abdullah ibn Cəfərə, dedi, bir şərtlə sənin xanımın olmağa razıyam, Hasan ürəyim istədi Hüseyni görüm. İcazə ver seninlə görüşüm, görüşümə mane olma. Bu şərtlə ailə qurdu. Neçə gündür deyirlər gəlindi, xanım Zeynəbin xidmətçisi deyirdi, gördüm sensiz qalanmır. Ağlayır, özünü öldürür. Getdim İmam Hüseynin evinə ki, ağanı dəvət edeyim. Yolda gördüm İmam Hüseyin də qala bilməyib, gəlir bizə Zeynəbin evinə. Dedim, ağa, bacın Zeynəb özünü öldürür. İmam Hüseyin daxil oldu. Ağa ki daxil oldu evə gördü ki, Zeynəb uzanıb yuxu aparır.
Baxdı gördü, gün düşür Həzrəti Zeynəbin üstünə. Deyirlər əbasını çıxartdı əynindən, tutdu günün qabağına, dayandı başının üstündə. Belə yaşayırdılar onlar. Zeynəb gözünü açdı, baxdı, dedi qardaş günün qabağını tutursan, eyb yox, gün gələr əvəzini çıxaram. Aşura günüdür. Zeynəb gəzir, Həzrəti Zeynəb gəzir yaralı cənazələri. Bismillahirrahmanirrahim. Allah qəbul etsin. Allah hər ikimizin köməyi olsun. Allah bizi də bir-birimizlə rauf mehriban eləsin. Bax, həmişə belə ziyarətgahlara getməyib, Allah bizə qismət eləsin. Elə sən özün də bizə rəhbərlik eləmək şərti ilə, bax, o arada söz-söhbət də olar, narazılıq da olacaq, bax, bu ailədə ata ilə bala arasında olur bu söz-söhbətlər, elə deyil. Onda qalmış ki, bax, demişlərin hər bir kəndindən, nə bilim, bir bölgəsindən bir nəfərlə 5 nəfər yığılmış adamlar da, əlbəttə narazılıq olacaq. Ondan ötürü sən heç rəqəm verəmə, Allah qəbul etsin. O gün olsun, bax, belə elə bizlər, istəyənlər, Məşəd, Kərbəla, Hac yolunda belə qismət olsun, gedək görüşək, bircə gedib gələyim. Allah qəbul etsin, Allah köməyiz olsun. Bismillahirrahmanirrahim. Mənim də arzum odur ki, Allah'a çox şükür ki, bu arzumuzu yerinə yetirdik. Şükür Allah, sağ-salamat qayıdırıq ziyarətdən. İnşallah, belə ziyarətləri bizə inşallah qismət eləyək. Məşədə gedərik, Kərbəla gedərik, Həcə gedərik. Ya qismət ilahiden Allah bize en büyük nimetden sağlı versin. O arzular ve niyetleri hasıl olsun da onları görək inşallah. Çok sağ ol. Merhaba, Recep kardeşim olsun. Bismillahirrahmanirrahim. Şuara surasının ayet 181, 182, 183. ayetinde Allah buyurur ki, alışveriş zamanı terazi qabını dolu verin, ölçüdə düz olun. Ziyan vuranlardan olmayın. Düzgün tərəzi ilə çəkin, insanların mallarını əskiy verməyin və yer üzündə fəsad törədən halda hərəkət etməyin. İniftar, Allah Teala İniftar surəsinin 10-11-12, Tarix 4-cü, Qaf 17-18-də buyurur. Elə bir kimsə yoxdur ki, onun bütün əməllərini və dediyi hər bir sözü yazmaq üçün onun sağında və solunda oturan iki gözəkçi mələk olmasın. Çok sağ ol, Allah imanı kamil etsin. Buyurun Siyem kardeşimiz. Allah Teala Kur'an'da buyurur, ey iman getirenler, bir dəstə digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyduqlarınız Allah yanında sizdən daha hörmətlidir. Qadınlar da bir-birlərini lağa qoymasınlar, tənə vurmasınlar, pis ləqəblərlə çağırmasınlar. Ola bilsin ki, qarşı tərəf sizdən daha yaxşıdırlar. Müzərrəf surəsi 11-ci ayət. Allah Teala Mütəffifin surəsi ayət 1, 2, 3-cü ayədə buyurur. Vay halına çəkidə ölçüsü aldadanların. O kəslər ki, özləri insanlardan bir şey aldıqları zaman onu tam ölçüdülər, başqaları üçün ölçdükdə və çəkdikdə əskillərlə. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürlər, özü də dəhşətli bir gün. Allah imanı kamil etsin, çox sağ ol qardaşım. Qardaşım buyursun. Mən deyirəm. Peyğəmbər salavatullah buyurub, Allahın dini olmayan zəif mümini sevmir. Soruşarlar, o kimdir? Peyğəmbər cavab verdi. Cəmaatı pis işlərdən çəkindirməyən şəxs. Tövbə surəsi ayə 34-də buyurulur. O kəslər ki, qızılı və gümüşü yığıb saxlayar və onları Allah yolunda ehsan etmirlər. Onlara dərdli əzablarla müjdə ver. İmam Baqir əleyhissalam buyurub, şəhidin qanının birinci damlası yerə düşəndə bu onun günahlarının kəffarəsidir. Amma gərək borclarını ödəsin. Allah imanı şahı eyləsin, bizi qəbul eyləsin. Həmişə beləsi ziyarətlərdə ola. Allah ömrünüzü də uzun eyləsin. Allah ömrünü bərəkət versin ömrdə. Bu bizim müəllimimiz, ən yaxın dostumuz, Elnur müəllim buyursun. Bağışlayan və mehriban Allahın adı ilə. Mən Quran-ı Kərim barədə bayaqki fikirlərimi əlavə etmək istəyirəm ki, Quran-ı Kərim mənə elə gəlir ki, bütün elmlərin açarıdır. Başqa kitablar insan məhsuludur. Onlarda sapmalar olar, səhvlər olar, şəxsi fikirlər ola bilər, siyasi maraqlar ola bilər. Ancaq Quran-ı Kərim Allahın
məhsuludur. Allahın elmi ilə nazil olub. Ona görə də ən birinci növbədə Quran-ı Kərimə öyrənib, oxumaq, araşdırmaq lazımdır. Quran-ı Kərimdə elə ayələr var ki, həyatda olan vacibi suallara cavab verir. Düz, yaşadıqca elə suallara açarsan ki, o başqa elmə cavab vermir. Elə içi riyaziyyat, fizikaya qeyircə. Ancaq Quran-ı Kərim ona cavab verir. Məsələn, bəzən məni bu sual düşündürürdü. Bəzən başqalarının haqqı ilə, başqalarının pulu ilə varlanıb, haram yolla pıllanan insanlar, varlı insanlar, özlərindən razıdırlar ki, güya Allahın bunlara varı verməsi, bunların məhəbbətinin nişanəsidir. Ancaq mən Quranda rast gəldim, əslində elə deyildir. Orada ayə var ki, deyir ki, ya Peyğəmbər, kafirlərdən və müsəlmanlardan qızıl, gümüş yığıb, ondan vacib haqqı ayırmayan, onu Allah yolda xərcləməyən, qalanını da ümmətinin iqtisadiyyata güzlənməsə sərf etməyən kəsləri əzabla müjdələr. O gün ki, yığdığı qızıllar, pullar, gümüşlər cəhənnəm odunda qızdırılacaq. Həmən qızıllarla onların alınlarına, kürəklərinə, böylərinə dağ basacaq və deyiləcək ki, yığdığınız qızılların, pulların cəzasını dadın əzabı. Ona görə də mənə elə gəlir ki, onlar biraz ayrılmalılar, ibrət götürməlidirlər, o haram yoluna pullanan insanlar. Bir də birində deyim, vaxtı çox apardım, deyir ki, Qiyamət surəsi 3-cü ayəsində deyir ki, yoxsa insan elə güman edir ki, öldükdən sonra biz onun sümüklərini bir yerə yığa bilməyəcək, hətta yığacaq, hətta onun barmaqlarının uclarını da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik. Bu böyük bir elm ki, son 10 illikdə açıldı ki, dünyada yaşayan bütün insanların barmaq izləri bir-birinə uyğun gəlmir. Quran-ı Kərim 1400 bundan qabaq buna xəbər veribdir. Çünki Allahın elmi ilə nazil olub. Mən deyim bu qədər. Allah sizin ömrünüzə bərəkət etsin, imanınıza bərəkət etsin, sağ olun. Bismillahirrahmanirrahim. Taha surəsi ayə 114-də buyurulur. De, ey Peyğəmbər, ilahi, mənim elmimi artır. Daha sonra Mücadilə surəsi ayə 11-də buyurulur. Allah elm və iman əhlinin məqamını hər iki dünyada uca edər. Nur surəsi ayə 27-28-də buyurulur. Ey iman gətirənlər, başqalarının evlərinə, sahiblərinə icazə almadan, onlara salam vermədən girməyin. Əgər orada heç kəs sizi tapmasanız, sizə icazə verilməyənə dək içəri girməyin. Sizə dönün deyilsə, geri dönün. Sağ olun. Çox sağ ol, Allah imanı şamil eləsin. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qonşusunu incidənə cənnətin iyini haram edər və onun yeri cəhənnəm olar. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, əgər yaxşı əməli bir övlad məhəbbətlə ata-anasının üzünə baxsa, ona hac savabı yazılar. Soruşdular, əgər gündə 100 dəfə baxsa, Həzrət Peyğəmbər cavab verdi, 100 hac savabı. Çox sağ olun, Allah deyəsi qəbləsi məvzu kamil eləsin. Buyur qardaşımız Rəcəb. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Resul-i Ekrem Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, hər kəs bir Quran ayəsi oxusa, Allah və Təbarək Teala ona 100 şəhidin savabını verər. Resul-i Ekrem sallallahu aleyhi və səlləm yenə buyurur ki, hər kəs Quran oxuyarsa, Quran oxumaq ata-ananın əzabının azalmasına səbəb olar. Hətta kafir olsalar da belə. Allah ziyarətlərimizi qəbul eləsin. Allah hər kəsi amanda saxlasın, hər kəsi hidayət eləsin. Çox sağ ol. Çox sağ ol. Allah kimi elə hədsidə dedim, hədsidir. Deməli, Qur'anın oxunması, hətta bir valideynləri kafir də olsa, əzabın yüngülləşdir, azaldır. Buyur qardaşlarım. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Peyğəmbər əleyhissalam buyurmuşdu ki, əgər müəllim
dərs deyəndə uşağa Bismillahirrahmanirrahim öyrətsə, uşaq da onu oxusa, Allah o uşağa atasına, anasına və müəllimə cəhənnəm odundan nicat verər. Bismillahirrahmanirrahim. Peyğəmbər əleyhissalam belə buyurur: 4 nəfərin duası rədd olunmaz. Onlar üçün səmanın qapıları açılar və dualar Allahın ərşinə gedər. Birincisi, atanın övladı üçün etdiyi dua. İkincisi, məzlumun zalıma qarşı etdiyi dua. Üçüncüsü, kəfəni ziyarət edənin duası. Dördüncüsü isə oruç tutanın iftarı qədəri etdiyi dua. İmam Səccad əleyhissalam buyurur ki, əgər insanlar elmin qiymətini bilsəydilər, müharibə, qan tökmə ilə olsa da onun öyrənməyə dərs göstərərdilər. Bismillahirrahmanirrahim. Cənnətdə olanlar cəhənnəmdə olanlara soruşacaqlar: sizi cəhənnəmə salan nə oldu? Onlar cavab verəcəklər: biz namaz qılmazdıq və kasıblara əl tutmazdıq. Günahkarlarla birgə olardıq. Müddətsiz ayə 40-45. Çox sağ ol. Nur surəsi ayə 22-də buyurulur: əf edib başqalarının səhvlərinə göz yummalısınız. Məgər siz Allahın sizi bağışlanmağını istəmirsiniz. Allah bağışlayandır, rəhm edəndir. Allahümme salli ala Muhammed ve al Muhammed. Bismillahirrahmanirrahim. Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki, meğer o yalan sözü eşittiğiniz zaman mümin kişiler ve kadınlar özleri hakkında yaxşı fikirde oldukları kimi dostlarının da ailesi hakkında yaxşı fikirde olup bu açık aydın bir böhtandır demeli değildiler mi? Ve Allah Teala başka bir ayede buyuruyor ki, yalanı yalnız Allah'ın ayelerine inanmayanlar danışar. Yalan çok pis günahlardandır. Hatta bütün günahların mənbəyi yalandır. Bir şəxs gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, buyurur ki, ya Resulallah, mənə elə bir şey öyrətdi, mən günah eləməyim. Peyğəmbər buyurur ki, get yalan danışma, nə günah istəyirsən elə. Bu insan gedir yolda bəzi günahlar deyir, gedim şərab istəyim, fikirləşir ki, ağzımdan incəsin, nə deyəcəm. O şimdi nə eləmək istəyir, hara fırladır, görür ki, arkasında yalan var. Yəni bütün günahların mənbəyi yalandır. Selamun aleyküm ve rahmetullahi. Bismillahirrahmanirrahim. Allah Subhanahu Taala Tövbə surəsinin 122-ci ayəsində buyurur ki, bari hər tayfadan bir dəstə dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün qalsın ki, cəmaat döyüşdən qayıtdığı zaman onlara Allahın əzabı ilə qorxutsun. Bəlkə onlar əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən çəkinsinlər. Allahümme əsəl ələ Muhammedin və ələ Muhammed və əsəl fərəcəhəm. Allah Teala Kur'an-ı Kerim'in Füsullar Suresinin 34. ayetinde buyurur: yaxşılıqla pislik eyni olmaz. Ey mümin kimsə, sən pisliyi yaxşılıqla dəst et. Qəzəbə səbirlə, cəhalətə, xəsizliyə, zolmərliklə, qəzəbə isə bağışlanmaqla cavabdır. Cəzayir. Allah qəbul et.
yerdə əgər zürriyyət ayağa qalxıb ona yer göstərirsə, o Allahın varlığını göndərdiyi Peyğəmbəri sevir. Və Peyğəmbəri sevdiyi kimi Allah'ı sevir. Allah Teala da deyir, məni tanıyan adam, məni qəlbində saxlayan adam necə olmalıdır? Mənə ibadət eləməlidir. Ne üçün ibadət eləməlidir? Məqsəd nədir? Deyir, görüm, özüm mənə səcdiyə layiq bilir ya yox. Allah deyir, görüm o adam özüm mənə səcdiyə layiq bilir ya yox. Səcdiyə Allah'a layiq bilən adam Allah'ın qəlbində bəli, qəlbində. İnsanda 2 dənə göz var. 2 göz var. Biri Allah'ın verdiği bu dünyavi gözdür. O dünyavi göz oldu ki əzələlərdən əskik olmasın deyini, dünyanı görsün, qazansın, gətirsin, işləsin, filan, yaxşını görsün, pisi görsün, acını görsün, şirini görsün, qaranı görsün, çirkini görsün. Yani bu sözler çoktur. Bunları görməkdən ötərdir. Ama bəsirət gözü insanda ürəkdir. Bəsirət gözü insanda ürəkdir. O insanlar ki bəsirət gözü ilə Allah'ı görürlərsə, demək onlar Allah'a ibadət edirlər. Allah'a ibadət eləyən adamın bəsirət gözündə Allah'ın varlığı var. Bak bunu bilir. O desin ki mən tanıyıram, namaz qılmırsa oxuduğum Kur'an haqqı boş şey. Allah'ı tanımaq üçün gərək ibadət edir. Bir sayra. Birinci Mahmud Hazreti Ali Aleyhisselam Allahümme salli ala Muhammedin ve alime. Dikkat edin. İkinci İmam Hasan Aleyhisselam Allahümme salli ala Muhammedin ve ali Muhammed. Üçüncü İmam Hüseyin Allahümme salli ala Muhammedin ve ali Muhammed. Dördüncü Mimar Zeynal Abdin Allahümme salli ala Muhammedin ve ali Muhammed. Beşinci Muhammed Sağız Muhammed Bağır Allahümme salli ala Muhammedin ve ali Muhammed. Altıncı Mahmud Cafer Sadık Allahümme salli ala Muhammed ve ali Muhammed. Yedinci Mahmud Musa Kazım Allahümme salli ala Muhammedin ve ali Muhammed. Sekizinci Mahmud Garip İmam Mirzad Allahümme salli ala Muhammedin ve ali Muhammed. Dokuzuncu Mahmud Muhammed Bağır Allahümme salli ala Muhammedin ve ali Muhammed. Onuncu Mahmud Ali Ennağıd Allahümme salli ala Muhammedin ve ali Muhammed. 11. Mahmud Hasan Eskerid Allahümme salli ala Muhammedin ve ali Muhammed. 12. Mahmud Salavatullah'tı. Mehdi Salavatullah Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu 12 imamdı. Geçtim Suri Firuddi'de de 14 mesuma 5 kimsene Hadiyere Mehmet'tir, Ali'dir, Fatime'dir, Hasan'dir, Hüseyin'dir. Bu 5 kimsenedir. Keçirem 14 mesuma. 12 imam Cedim Biyar, kalır 2 nefer. Fatime Salamullah'dır, bir de Peygamber Salavatullah. Bunlar 14 mesumdur. Allah Teala yaradan beşerin hamsının günahı var bu 14 neferden başka. Yine tekrar ediyorum. Bir kadın olsun, bir uşak olsun, bir kişi olsun, bir kim olursa olsun, hamının günahı var. Ama bu 14 mesumun günahı yoktur. Bunlar Allah Teala yanında günahsızlardır. Bunlar ebanın altında kalanların 1/4 hissesidir. 1/4 hissesi babalar. Ebanın altında kalan, Yemen'den gelen ebanın altında kalan 1/4 hissesidir bunlar. Yani bunlar günahsızlardır. Yani 5 kimsenen de dediğim, 14 mesumda dediğim, 12 imamda dediğim. Kaldı burada ne? Suleddin 5 Suleddin. Suleddin ne demektir? Suleddin dinin köküdür.